qarın bişirirəm burada. Qutab eləyəcəm bugün. Biraz qarından qutab eləyəcəm, biraz da göyərtidən. Göyərti də almışam, gedim təmizləyim göyərtini. Birinci dəfədir bunu belə eləyirəm. Mən həmişə necə eləyirəm? Deməli, qarın xırda-xırda doğrayıram və sonra qaynadıram. Sonra ət çəkəndən keçirdirəm və soğanla qızardıram. Amma indi belə eləyirəm. Burada deməli ət çəkəndən ən birinci keçirtdim, çiy və tavaya qoydum. Üstünə su tökmüşəm və belə bişirirəm. Məncə belə daha tez bişəcək. Belə bişirirəm. Və mən nə düşünürəm bilirsiniz? Mənə mütləq və mütləq yay mətbəxi lazımdır ki, belə şeyləri yay mətbəxdə gedim orada pişirim, qızardım. Misal üçün balıqdır, sonra belə iyili olan yeməklərdir, xaşdır. Uşaqlar bunun iyisini heç sevmirlər. Əslində qarın qutabı çox xoşlayırlar, yeyirlər. Amma iyisini qəbul eləyə bilmirlər. Pişirəndə də, yəni qutabda olanda iyisini çox bəyənirlər. Amma belə hazırlayanda xoşlarına gəlmir. Ona görə yay mətbəxi olsaydı gedib orada bunu pişirərdim və hazır eləyərdim, gətirərdim evə, uşaqlar hazır yeyərdilər. Bizdə həmişəki kimi külək var. Mən fortiçkanı açmışam ki, iyisi dağılsın, amma yenə də iyisi elə də dağılmır, evə yayılır. Belə, nəsə bunu pişirim. Bu demək olar ki, paçiti pişdi də, az qalıb, suyu da təmiz süzülsün. Bu pişsin, öz xodunda. Qazı az eləmişəm. Mən isə gedim göyərti təmizləyim. Sonra soğanı doğrayım, xırda-xırda qızardım. Yarısını qızardılmış soğanı bura qatacağım, yarısını isə göyərtinin içinə. Və arxa fonda eşidirsiniz, həmişəki kimi paltaryon işləyir. Soğan qızarana qədər göyərtini xırda-xırda doğradım. Deməli, burada məndə mix göyərtidir. Hər şey var orada. Keşni, şüyüd, şumu, giciltkan, hər bir şey əlimə nə keçdisə xırda-xırda doğradım və qabın içinə qoydum. Soğanı çox qızartmışdım ki, 2 yerə böləcəm. Yarısını qarına əlavə eləyəcəm, yarısını isə göyərtinin içinə. Soğanı əslində qızartmamaq da olar. Elə belə xırda-xırda doğrayıb göyərtinin içinə əlavə eləmək olar. Amma mən xoşlayıram qızardanda, daha dadlı olur. Həm yağda əlavə olunur ora, həm də ki soğan yumşaq olur. Mən arada soğanı qızardıram, arada isə ərinəndə tez bazar qurtarmaq istəyəndə soğanı elə belə xırda-xırda doğrayıram və göyərtinin içinə əlavə eləyirəm. Birinci fikirləşdim ki, qabın içində qarışdıracağam, sonra gördüm ki, tavanın dibində xeyli yağ qaldı və dedim elə göyərtini tavanın içinə əlavə eləyim. Bütün yağ göyərtiyə getsin. Qarın qutabı eləyəndə həmişə nar alıram ya da ki sumaq evdə olur. Bu dəfə nə sumaq var idi, nə nar var idi. Sözün düzü qarın xəmirin içinə əlavə eləyəndə yadıma düşdü. O da artıq gec idi və ona görə bu dəfə bunsuz oldu. Əvvəllər qutabı tez-tez bişirərdim. Demək olar ki, 2 həftədən bir, amma bu qış demək olar heç hazırlamamışdım. Nəsə axırı vaxtları xəmirlə oynamağa elə də həvəsim yoxdur. Bəlkə də özüm çox yemək istəmirəm deyə ona görə evə də gec-gec bişirirəm. Bu dəfə də bu qutablardan cəmi 2 dənə dadına baxmışam. Biri göyərtili, biri isə ətlə olan qutabın dadına baxdım.
Qarın bişirən zaman uşaqların heç xoşlarına gəlmir bu iy, amma qarından qutab hazırlayanda çox bəyənirlər və gəlirlər səbirsizliklə gözləyirlər ki, birinci qutab hazır olsun, götürüb yesinlər. Mətbəxdə bir iş görəndə mütləq və mütləq ayaq üstə iş görürəm, bilmirəm niyə. Oturaq vəziyyətdə də neçə dəfə sınamışdım, istədim oturaq vəziyyətdə iş görüm, amma məndə alınmır. Elə bil ki, daha da gec qurtarıram işi, həm də ki, rahat olmur mənə. Həmişə ayaq üstə iş görürəm. Fikirləşdim ki, bir neçə dənə qutabı yağda qızardacam, qalanları isə sacda eləyərəm quru-quru. Amma sonra ərindim sacı çıxartmağa, çünki onu silmək lazımdır, sonra gözləmək lazımdır ki, o nə vaxt isinəcək və ondan sonra başlayacaqdım onun üstündə qızartmağa. Dedim, elə tavanı çıxartmışkən tava bulaşıb deyə, daha bir dəfəlik burada belə qızardarım. Bizdə həm yağda, həm də ki, quru-quru qutab hazırlayanda hər iki vəziyyətdə qəşəng yeyilir. İlk sevgim qarın qutaba sədərəkdə yaranıb. Uşaqlıqda sədərəyə gedəndə o qədər gəzirsən, ac olursan, yorğun olursan və nəsə yemək istəyirsən və qutab hazırlayan yerin yanından keçəndə mamam hərəmizə bir qutab almışdı ki, dadına baxaq və biz o qədər ac olmuşduq ki, onu da yedik və sonra başa düşdük ki, bu çox ləzzətli və dadlı qutabdır. Ondan sonra hər dəfə mamam göyərti qutabı hazırlayanda yanında mütləq və mütləq qarın qutabı da düzəldirdi. İndi də mənim uşaqlarım qarın qutabı çox xoşlayırlar. Qarın bişirəndə hamı narazı olur, amma qutab hazır olanda hamı növbə-növbə dururlar ki, birinci yesinlər. Evdə bir xörək bişəndə və hamı bütün ailə onu yeyəndə çox sevinirəm. Heç xoşlamıram hərə bir şey zakaz eləsin. Sevmirəm ki, ailədə biri sulu yemək xoşlamasın, biri soğanlı yemək xoşlamasın. Belə şeyləri heç sevmirəm. Buna görə də uşaqlar balaca olan vaxtından öyrətmişəm ki, hər bir şey yesinlər. Əlbəttə ki, bəzi yeməklər var ki, hansı ki onları xoşlamırlar, amma yeyirlər. Mən öz işimi qutardım, qabları da qəşəng hamısını tərtəmiz elədim. Rakvenanı da qəşəng təmizlədim, boşaltdım. Qızım isə gəlib bütün qabları silib öz yerinə yığır. Bunları həmişə yuyuram və sonra tərsinə çevirirəm. Mətbəx dəsmalının üstünə qoyuram ki, öz xodunla yavaş-yavaş qurusun. Sonra isə uşaqlar gəlirlər, özləri onları yerinə qoyurlar. Amma bu dəfə dedim, hamısını təmizləyək, qoy bizim stolumuz bomboş olsun. Arxa fonda mən getmişəm istirahət eləməyə, çay içirəm. Qızım isə davam eləyir, mətbəxi səliqəyə salır. Bu da mənim qutabçıqlarım hazırdır. Burada göyərtidir, burada ətlə, yəqin ki bilinir də. Görsənir də nəyi çox yemişik. Ətlə yedik və göyərti biraz qaldı. Əslində hər ikisindən də yeyirdik, sadəcə bundan daha çox getdi. Burada deməli bir dənə fəsəli düzəltmişəm, çünki içlik qutardı, ət də bitdi, göyərti də. Fəsəli eləmişəm. Fəsəli görürsünüz nə rəngdədir? Çünki onun içinə qoğalın o içlik olur. Onu əlavə eləmişəm və çox dadlı olur. Hər dəfə mən belə eləyirəm. Qoğalın içliyi qalanda həmişə belə istifadə eləyirəm. Çox bəyənirik biz. Hələ ki bu istidir. Qoy biraz soysun, sonra üstünü örtəcəm və axşama da yeməyimiz var. Nə yaxşı. Elə sevinirəm axşama, gün ortaya, sabaha yeməklər qalanda və mən onda rahat oluram. İşim olmur. Belə. Bu da mənim qutablar. Belə. Mən artıq gedirəm istirahət eləməyə. Biraz dincəldim və gördüm ki, artıq dırnaqlarım pis vəziyyətə düşüb. Bəzi yerlərdə lak artıq qopub və ona görə dedim hamısını söküm, təzədən eləyim. Çünki pis görsənirdi. Həm də ki, vaxtım varkən dedim boş-boşuna oturmayım, dırnaqlarımı səliqəyə salım biraz. Məndə heç vaxt uzun dırnaq olmayıb, çünki xoşlamıram. Əslində iyrənirəm. Mən mətbəxdə çox oluram, xəmirlə işləyirəm, uşaqlara yemək verirəm. Nə qədər də əlim suyun içində olsa da, nə qədər əllərimi tez-tez yusam da, onsuz da bakteriyalar dırnaqların içində qalır. Təmiz bakteriyalar getsin deyə gərək əlini yuyandan sonra əlləri damastasının içinə salasan və onda 100% əllərində, dırnaqlarında daha doğrusu bakteriyalar qalmayacaq. O da heç kim eləmir. Onsuz da bizim produktlarımızın içinə əlavə nələr qatırlar biz onu bilmirik. Heç bilməsək də yaxşıdır. Çünki araşdıranda iştahın küsür. Heç bir şey yemək istəmirsən. Buna görə də heç olmasa özümüzdən asılı olan bakteriyalardan öz dırnaqlarımızı azad eləyək. Bu yaxınlarda böyük qızımla gəzməyə getmişdim və o mənim üçün bu rəngdə lak seçdi. Çalışıram ayda bir dəfə böyük qızımla gəzməyə gedim, ikimiz
Biraz mağazində gəzək, biraz söhbət eləyək. Çünki o indi elə yaşdadır ki, onunla mütləq və mütləq hər dəfə danışmaq lazımdır. Düzdür, bu yaşda olan uşaqlar arada baxırsan boş-boş danışırlar, mənasız söhbətlər eləyirlər və biz yorğun analar bütün günü evin işlərinə məşğul oluruq deyə onsuz da beynimiz yüklənir. Üstəlik də ki, bu uşaqların mənasız söhbətləri qulaq asanda səbrimiz çatmır. Onlarla söhbət eləyərkən, daha doğrusu onlar analarla söhbət eləyərkən analar qulaq asırlar və tez-tez təsdiqləyirlər. Bu o deməkdir ki, heç qulaq asmırlar. Arada mən də belə eləyirəm. Mütləq rəylərdə yazın, sizdə də belə olur. Əgər sizdə keçid dövrünü yaşayan uşaqlar varsa, mütləq rəylərdə yazın, onlar özlərini necə aparırlar. Görəndə ki, qızım artıq hiss elədi ki, mən onu yola verirəm, həmən dəqiqə başlayıram o verdiyi suala ətraflı cavab verim ki, o belə düşünməsin. Çünki o hiss eləsə ki, mən onu yola verirəm, gələn dəfə nəsə olsa, o daha mənə yaxınlaşmayacaq. Çünki artıq biləcək ki, mən onun sözünə qulaq asmıram, sadəcə yola verirəm. Dərsdən çıxdıq Ceyrandan və evə gedirik. Bugün piyada gedirik. Çünki addım eləyirik Ceyrandan və gün batmağına baxın. Necə də qəşəng gün batır. Buradan elə yaxşı görsənmir. Bayaq yaxşı görsənirdi. Belə. Gedirik piyada. Maşını saxladıq mərkəzdə. Bizim ataşqamız özü gəlib götürəcək maşını. Mən sizə sadəcə saatımı göstərim. Saata baxın. 12. 12-yə qalıb 5 dəqiqə. Hava qaranlıq. Çöldə cəmaət уже yatıb. Mən isə nə iş görürəm? Bəli, pollarımı silirəm. Bilmirəm niyə. Birdən-birə divanda oturmuşdum və elə bil burnuma təmiz hava gəlmədi. Elə bil tozlu hava gəldi və getdim xalçanı çırpdım xunadakı və başladım polları silməyə. Zalda, koridorda, kuxnada. Уже bir dəfə sildim. Bu уже ikinci dəfədir silirəm. Qəşəng silim. Birinci dəfə siləndə bütün zirzibilləri yığdım. İndi isə ikinci dəfə silirəm. Qəşəng olsun, tərtəmiz. Sabah polları silməyəcəm. Уже səhər duranda ayaq yalın. Qəşəng rahat gəzmək olar. Biz hələ kombini söndürməmişik. Çünki havaları bilmək olmur da. Gah istidir. Oy, buradan çıxdı. Gah istidir, gah soyuqdur. Ona görə hələ ki söndürməmişik kombini. Pollar indi 5 dəqiqə quruyacaq. Qurusun, sonra buradakı olan xalçanı çırpım və olacaq məndə tərtəmiz. Polu özdə Domestosla silirəm. Domestos əlavə eləmişəm ki, dezinfeksiya olsun. Evdə Elnur şey saxlamışdı. Cücələr, düzdür, hər gün yenə də polları silirdim. Amma bugün nəsə elbi ki, burnuma təmiz hava gəlmədi. Dedim, yəqin pollar tozludur. Məndə həmişə belə olmur. Yəni, həmişə belə axşam silmirəm. Amma bugün nəsə dedim silim və rahat, təmiz havada yatım. Belə. Burada biraz zibil yenə çıxdı. Bayaq da çıxmışdı. Pılesosla yığdım. İndi yenə çıxdı. Bunu da yığım pılesosa və salım. Keçim təzdən zala, koridora. Ondan da bitirim. Pollarım oldu tərtəmiz. Və bizim mənzərə ilə paylaşıram. Bu bizim gecə bakımızdır. Artıq sizinlə sağollaşacağım. Ümid edirəm ki, sonuna kimi baxmısınız. Dəstək olmaq üçün mütləq abunə olun. Mən isə həmişə kimi hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda inşallah ki, yenidən görüşərik. Hələlik.